və bugün də bizim çox dəyərli bir müəllimimiz qonağımızdır. Bizim çox sevilən, hər birimizin Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin baş müəllimi, Respublika və beynəlxalq müsabiqələr laureatı və tanınmış tarzən Cəbrayıl Göyüşov bugün Aysila Şovunun qonağıdır. Gözəl bir ifasıyla o da bu axşam bizim aramızdadır. Bəli, buyurun. Təşəkkür edirik. Cəbrayıl müəllim, xoş gəlib səfa gətirmişsiniz. Axşamınız xeyir olsun. Təşəkkür edirəm. Çox sağ olun Aysu xanım.
Gecəniz xeyir olsun inşallah. Minnətdarıq. Çox sağ olun. Mən ilk öncə sizə xüsusi mən təşəkkürümü bildirirəm ki, belə baxımlı verilişə, gözəl verilişə bizlərə dəvət eləmisiniz və ekran qarşısında oturan bütün tamaşaçıları ürəkdən salamlayıram. Minnətdarıq. Ümidvaram ki, verilişimiz bu gün də çox gözəl alınacaq. Təbii ki, əgər burada bu cür dəyərli... Həmişə gözəl olur, yəni bu gün xüsusilə də çox gözəl alınacaq inşallah. Bəli, inanıram ki, çox gözəl bir buraxılış olacaq, çünki olmama ehtimalı yoxdur. Ona görə də bugün ekranlardan ayrılmırıq. Buyurun, siz də öz kürsünüzdən əyləşin. Gözəl.